Salam dostlar, YouTube kanalıma xoş gəlmisiniz. Mən Sevda və bugün çox maraqlı bir mövzu ilə qarşınızdayam. 20 yaşıma tövsiyələr. Hazırda mən 20 yaşımda deyiləm, 24 yaşıma hazırlaşıram. Əgər 20 yaşımda olsaydım və bugün bu cümlələri, bu videodakı məğzi bir böyüyümdən alsaydım və yaxud da ələxsus həmcinsim mənə bunları desəydi, bu mənim üçün çox sevindirici olardı və özümdə bir plan yaradardım ki, mən qarşıda nələri etməliyəm, həyatda məni nələr gözləyir. Ümumən bilək ki, səhv etmək insana xasdır. Fərq etməz 20'li yaşlar, fərq etməz hansı yaş. İnsan həyatının bütün mərhələlərində səhv etmək normaldır. Biz insanıq. Lakin Çinlilərin belə bir atalar sözü var. Əgər sən bir səhvi ikinci dəfə təkrarlayırsansa, bu artıq həqiqətən də sənin səhvindir. Yox, əgər o səhvini ikinci dəfə, növbəti dəfə təkrarlamırsansa, sən artıq təcrübə, bilik əldə etmisən. Ona görə də tövsiyə edirəm ki, bu videonu izləyəsiniz və mənim etdiyim və yaxud da 20 yaşlarda mənim yaşıdlarımın etdiyi səhvləri siz etməyəsiniz. Bu videoda həm öz təcrübələrimdən, həm də yaşıdlarımın təcrübələrindən sizə danışacağam. Hətta burada müəyyən qeydlərim var. Ara sıra ola bilər ki, bu qeydlərimə baxıb oradan sizə örnəklər verim. 20 yaşlarımda olsaydım, ələxsus 20 yaşımda olsaydım, edəcəyim ilk iş mütləq dil öyrənmək olardı. Sizə öz həyatımdan nümunə vermək istəyirəm. 19-20 yaşlarımdayam. Çox xatırlayıram o vaxtları. Çox çalışırdım, müxtəlif layihələrə müraciət edirdim. O vaxt universitetdə təhsil alırdım, bakalavr təhsilimi davam etdirirdim. Və mən ingilis dilini bilmirdim, mən başqa bir xarici dil bilmirdim. Hər hansısa layihəyə müraciət edəndə layihənin məlumat hissəsində qeyd olunurdu ki, B1, B1 ingilis dili tələb olunur. Sırf ona görə qalırdım ki, yəqin məni seçməzlər və yaxud da müəyyən müsahibələrə qatılırdım. Orada mənim demək olar ki, bütün keyfiyyətlərimi bəyənirdilər. Sonra soruşurdular ki, yaxşı Sevda xanım, bəs filan dili bilirsinizmi? Xarici dil biliyiniz varmı? Təbii ki, orada qalırdım ki, xeyr, amma özümü inkişaf etdirirəm, kursa gedirəm, hər gün self-study edirəm bu formada. Mütləq formada ingilis dilini öyrənin. Baxın, əvvəllər ingilis dilini öyrənmək böyük bir üstünlük sayılırdı. Amma hal-hazırda ingilis dilini öyrənmək zərurət hesab olunur və hələ siz ingilis dili ilə yanaşı başqa dilləri də öyrənsəz, bu artıq həqiqi bir üstünlük hesab olunar. İkinci edəcəyim şey nə olardı? Mütləq şəkildə bir bilik, hər hansısa bacarığı öyrənmək olardı. Məsələn, bu yaşımdayam və bu yaxınlarda bir şeyin fərqinə vardım ki, mən yaxşı rəqs edə bilmirəm. Profesional şəkildə deyil də normal formada gözəl tikiş bacarıqlarım yoxdur və yaxud da maşın sürə bilmirəm. Hətta yaxın zamanda buna ehtiyac oldu. Yəni düşündüm ki, mənim hansı bacarığım var? Mən bu yaşıma qədər, hətta 20'li yaşlardan 19 yaşımdan özümə iş kurmuşam və o işi davam etdirirəm. Və düşündüm ki, bugün yaşıdlarımın bacardığı çox şeyi bacarmıram. Əlbəttə bu normaldır. Hər kəs öz yaşına görə, özünə görə yaşayır. Lakin müqayisə etmək də insan üçün aparıcıdır. İndi müqayisədən də burada danışacağım sizlə. Sözüm nəyə gətirirəm? Mütləq formada bir bacarıq öyrənin. Məsələn, mən hazırda rəqs dərslərinə yazılmışam və düşünürəm ki, milli rəqsləri çox yaxşı öyrənə bilsəm, bu məni daha da xoşbəxt edər. Heç nə yox, insan özü üçün edir nələrsə. Məsələn, mən milli rəqsləri öyrənsəm, düşünürəm ki, günlük hobbilərimin sırasına nələrsə daxil edə bilərəm. Davam edək yoldaşlar, pul idarə etməyi öyrənmək. 20'li yaşlar necədir? Özümüzü yaşıdlarımızla müqayisə edə bilərik, tələbə yoldaşlarımızla müqayisə edə bilərik və yaxud da pulun əlimizə yeni düşdüyü vaxtlardır. Təbii ki, insan əldə etdiyi ilk şeylərin dəyərini heç də yaxşı bilmir. Amma gələcəkdən gələn biri olaraq sizə deyirəm ki, pul qazanmağı öyrənmək qədər pulu idarə etməyi də öyrənmək vacibdir. Mən müxtəlif kitablar oxuyurdum 20'li yaşlarda. Hətta oxuduğum kitablardan birində deyilirdi ki, kitabın adı Sən pul qazanmaqda əjdahasan kitabı idi, yanılmıramsa. Hətta o kitabın şəklini bura bir yerə yerləşdirərəm. Kitabda belə bir fikir vardı. Hər kəs pul qazanmaq istəyir. Bunun üçün müxtəlif biznes ideyaları araşdırır. Amma heç kəs pulu idarə etməyin yollarını araşdırmır. Yəni pul qazanmaqdan çox onu idarə edə bilmək önəmlidir. Atıram, hazırda əlimdə 500 manat pul var. Və 500 manatı düzgün idarə etmək çox vacibdir. Nəinki daha çox pul qazanmaq. Deməli, hal-hazırda nədən danışırıq? Pulu idarə etməkdən. Pulu idarə etməklə bağlı mənim həyatımda tətbiq etdiyim bir sıra metodlar var. Onlardan birini sizlə paylaşmaq istəyirəm. Onlardan biri müxtəlif faiz bölgüləri üzrə işləməkdir. Məsələn, pulun 50%, yəni yarısı
Tutaq ki, siz hər ay müəyyən qədər qazanc əldə edirsiniz. Bu ailənizdən ola bilər. 20 yaşınızdasınızsa hardasa işləyə də bilərsiniz. Bu da normaldır. Və qazancınızın, sizə gələn qazancın yarısını əsas xərclərə yönəldə bilərsiniz. Daha sonra digər 50%-ni, yəni digər yarısının 30%-ni şəxsi inkişafınıza yatıra bilərsiniz. Geridə qalır 20%. Geridə qalan 20%-in 10%-ni fövqəladə işlər olarsa ona ayıra bilərsiniz. Digər 10%-i isə yatırıma, investisiyaya ayıra bilərsiniz. Məsələn, pul yığarsınız, sonra o pulla nəsə edə bilərsiniz. Bu da bir növ pasiv formada pulu saxlayaraq onu böyüdə bilərsiniz. Amma hər gün pul saxlamaqla o pul böyümür. Onu da bilirik. Yastığın altına pul qoymaqla o pul artmır. Gərək ki, o pulu böyüdüb, sonra onunla nəsə bir iş görək. Bu da ayrı bir videonun mövzusu olar inşallah. Davam edək. Məsələn, mən hal-hazırda həyatımda çox şeyi minimallaşdırmışam. Və çox xanım deyə bilər ki, ehtiyaclar. Xanımların ehtiyacları bitmir, tükənmir. Amma məncə həmin o ehtiyacları minimallaşdırmaq olar. Məsələn, aldığım geyimlərin sayı, istifadə etdiyim makiyaj ləvazimatlarının sayını mən artıq minimallaşdırmışam. Hal-hazırda ehtiyac olmazsa, hər hansısa əşyanı almamağa diqqət göstərirəm. Və hazırda deyə bilərəm ki, qazancımın böyük əksəriyyətini şəxsi inkişafıma yatırıram. Bu bir dil öyrənmək ola bilər, bu bir bacarıq öyrənmək ola bilər, bu hər hansısa sahədə inkişaf etməklə bağlı ola bilər, təhsilə investisiya ola bilər. Məsələn, bir neçə ay sonra magistratura təhsili almağı planlayıram və həmin təhsili alanda mənə müəyyən bir məbləğdə pul lazım olacaq və yaşam xərclərini təşkil etməkdən ötürü. Bunun üçün indidən mən o pulu təşkil edirəm. Və belə deyək ki, qazancın böyük əksəriyyəti hara gedir? İnkişafa gedir. Bir qismi investisiyaya yatırıma gedir bu formada. Siz də özünüzü tanıyırsınız, xərclərinizi bilirsiniz. Buna görə öz qazancınızı müxtəlif bölgülər üzrə ayıra bilərsiniz. Davam edirik, risk etməkdən qorxma. 21 yaşında idim və universitetin 4-cü kursu, sonuncu kurs tələbəsi idim və bir gün qrup yoldaşım mənə dedi ki, gəl hər gün qorxduğumuz bir şey edək. Və oturduq, düşündük ki, ağacın altda, görürsən biz nə edə bilərik, yəni nədən qorxuruq? Əslində insanın özünü tanıması çox yaxşı bir şeydir. O gün mən onun sayəsində, qrup yoldaşımın sayəsində böyük bir fərqindəlik əldə etdim və düşündüm ki, mən nədən qorxuram? Mənim yüksəklik qorxum vardı və universitetimizin yanılmıramsa 14-cü mərtəbəsinə qorxmaq fikri ağlıma gəldi və pedaqoji universitetdən söhbət gedir və həmin mərtəbəyə qalxmaq istədim. Əsas olan qorxuların üstünə getməkdir, risk etməkdən qorxmamaqdır. Məsələn, nümunə vermək istəyirəm, yaşıdlarımdan nümunə verəcəyəm, adlarını çəkməməklə. İnsan var ki, hər hansısa mövzuda danışmağa utanır. Məsələn, asan xidmətdə gedib, kiminləsə orada məsul şəxslərlə danışmaqda utanır. Mənim belə bir tanışım vardı. Həmin şəxs deyirdi ki, hər hansısa mövzuda ilk danışan insan adam olmağa utanıram. Bu normaldır, amma məncə bunun üstündə işləsək və yaxşı olar. Təbii ki, risk etməkdən qorxma deyəndə bu riskin səviyyəsi, ölçüsü insandan insana görə dəyişə bilər. Kiminə görə risk yüklü bir məbləğdə bir iş görməkdirsə, kiminə görə bəsit bir şey etmək ola bilər. Məncə həyat inkişaf etdikcə, yaşımız artdıqca, etdiklərimiz artdıqca bizim həyata baxışımız və risk anlayışımız da dəyişəcək. Məsələn, mənə görə bugün çox insan həyatında risk almır. Hətta mən bunu bir gün öz rəfiqəmlə paylaşmışdım. Demişdim ki, bizim çox sadə həyatımız var, biz risk almırıq. O isə mənə qayıdıb demişdi ki, bizim həyatımız zaten risklidir. Bizim həyatımız zaten risklidir. Ona görə məsələn, şəhərə çıxıb insanlarla danışmaq, nəqliyyatdan istifadə etmək, sadə bir şey belə riskli ola bilər. Yəni mənim sözüm odur ki, risk anlayışı insandan insana görə dəyişir. Saçımı biraz düzəltdim, bayaqdan saçıma baxmıram, ekrana ora baxıram ki, gözümü sizdən yayındırmayım. Vaxt anlayışı. Vaxt çox önəmlidir. Növbəti hissəyə artıq keçdim. Vaxtımızı dəyərsiz insanlara xərcləməyək. Vaxtımızı biz seçirik. Hər kəsə 24 saat eyni zaman ayrılır. Amma bəzi insanlar bu zamandan produktiv, effektiv versiyada istifadə edir. Bəziləri isə vaxtı önəmsiz insanlara, önəmsiz əşyalara, önəmsiz hadisələrə yönləndirir. Məncə bizim üçün maddi anlayışlardan önəmli vaxt olmalıdır. Vaxtı düzgün istifadə etsək, biz bu həyatın özünü qazanmış ola bilərik. Bunu da altından xətt çəkin, bir video paylaşıb mənim adıma yaza bilərsiniz. Deməli, necə oldu? Əgər vaxtı düzgün istifadə etsək, biz bu həyatın özünü qazanmış ola bilərik. Növbəti danışacağım hissə yox deməkdən çəkinməmək, qorxmamaq. Yox demək hadisələrə, insanlara və başımıza gələcək hadisələrə deyək ki, yox demək. Məsələn, bir nəfər sizdən
bir şey istəyir, bu sizin mənafeyinizə uyğun gəlmir. Bunu etsəz, həyatınızda nələrsə mənfi yönə dəyişəcək. Amma siz qorxursunuz və yaxud da çəkinirsiniz və yaxud da həmin insana yox deməyi sadəcə istəmirsiniz. Amma düşünün ki, həyatınızın mərkəzində olan sizsiz, kimlərsə deyil və məncə yox deməyi bacarmaq qədər önəmli bir şey yoxdur bu həyatda. Təbii ki, vaxtdan sonra, vaxt mənim üçün hər şeydən önəmlidir. Bir kitab var, yox deməyi öyrənmək sənəti. O kitabı tam bitirməmişdim, lakin mənə lazım olan qədər hissəsini oxumuşdum. Kitabın şəklini sizlə paylaşacağam. Əgər istəyirsinizsə, siz də oxuyaraq yox deməyi necə öyrənmək olar, yox desə həyatımızda nələr baş verər, inanın heç nə olmayacaq. Əksinə bizim üçün yaxşı olacaq. Bunları öyrənmək istəyirsinizsə, həmin kitabı burada bir yerə yerləşdirərəm, siz də oxuyarsınız. Və mən artıq demək olar ki, hamısından danışdım və ən önəmli nüansı sona saxladım. Sağlamlıq. Bizim üçün ən önəmli olan sağlamlıqdır. Sağlamlığımız olarsa biz həyatda hər şeyi bacara bilərik. Amma yox, sağlamlığımız olmazsa həyatda artıq hər şeyi itirmiş ola bilərik. Ona görə önəmli olan bizik. Sağlamlıq deyəndə sadəcə fiziki olaraq əlimiz, qolumuz deyil, mental, psixoloji sağlamlığımız da ola bilər. Buna görə elə bu dediklərimin hamısına əməl etsəniz, psixoloji cəhətdən sağlam olacaqsınız və qidanıza, gündəlik aktivliyinizə fikir versəz də, bu zamanı isə siz fiziki cəhətdən sağlam insan olacaqsınız. Əslində, nə qədər sağlamlıqdan danışsaq da, insan bir şeyi itirməmiş, onun dəyərini bilmir. Məsələn, mən 20'li yaşlarımda bu haqda düşünməzdim. Çünki 20'li yaşlarda necəyik biz? İstənilən bir yerə sürətli şəkildə qaça bilərik. İstənilən bir şeyin, belə deyək ki, tam fərqinə varmırıq. Amma yaş artdıqca indi deyəcəksiniz ki, bəyəm nə qədər yaşın artıb sənin? Çox yaşım yoxdur. Amma yaş artdıqca insanda müəyyən sağlamlıqla bağlı problemlər ortaya çıxır. Və bunları düzəltməkdə həm zaman alır, həm də psixoloji cəhətdən yenə bizi yorur. Mən bu problemlərin bir neçəsi ilə qarşılaşmışam. Hələ də onlar üzərində də işləyirəm və düşünürəm ki, yaxşı olacaq, nikbinəm, gələcəyə pozitiv ruhda baxıram. Belə yoldaşlar, bugün çalışdım ki, faydalı mövzuda olan videomu sizlə paylaşım. Kanalım yenidir, abunə olub bildirişləri açmağı və rəy yazaraq mənə dəstək olmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik.